Dostlar, videonun ilk 15 saniyesinde sizi bir sual düşündürecek. Azərbaycan gələcəyin döyüş meydanında kimin tərəfində olacaq? Özünü müdafiə edən ölkələrin, yoxsa texnologiyanı idarə edənlərin? Bu sualın cavabı elə SOM raketlərində gizlidir. SOM, Türkiyənin TÜBİTAK-SADİ tərəfindən hazırlanmış orta mənzilli, yüksək dəqiqlikli, havadan yerə atılan qanadlı raket sistemidir və bugün regionda modern hərbi düşüncənin asil simvoluna çevrilib. SOM-un ən böyük üstünlüyü onun 250-300 kilometrə çatan zərbə məsafəsi, GPS inertial naviqasiya sistemi, infraqırmızı axtarıcı başlıq və döyüş şəraitində elektronik qarışdırma qarşısında sabit işləməsidir. Bu raket F-16, F-4Y 2020, Hürriyyət, Akıncı və digər platformalardan istifadəyə uyğunlaşdırılıb. SOM B1 və SOM B2 kimi versiyaları möhkəmləndirilmiş hədəf